Mən doğulacaq uşağın balaca dayısıyam və təqribən hiss elədiyim uşaq uşağım. İnşallah sağ-salamat birinci övladımız dünyaya gəlsin. Uşağın bibisiyəm. Ürəyimdən qız övladı keçir. İnşallah yanılmaram. Xeyrisinə sağ-salamat gəlsin. Mən körpənin böyük halasıyam. Körpəni qız hiss edirəm. Mən uşağın dayısıyam. Ataların məsələ var, deyir, iki doğul dayısına oxşayır. Allah nə qismət eləsə o olsun, təbii ki, fərqi yoxdur, oğlan qız olsun. Təqribi düşüncəmə deyirəm ki, deyir, iki doğul dayısına oxşayır. Oğlan deyirəm. Mən körpənin ata nənəsiyəm. Gələcək evladın qız olduğunu düşünürəm. Mən uşağın ana nəvəsiyəm. Gələcək nəvəmizin oğlan uşağı hiss edirəm.